Bu sizin bildiğiniz kruasanlardan değil. Bakıda sadəcə bu məkanda olan kruasan desertlərini almaq üçün yollandım Kroka. Görünüşü eynən kruasana bənzəyirdi. Wow, bu nədir belə? Desert çox gözəl görünürdü. Tərkibi kruasan, qat-qat xəmir, badam və karamelizə olunmuş kərəyağlı krem. Bu da içini göstərim sizə. Yoxladığım zaman kruasan qırıntıları, badamın və karamelizə dad hiss olunurdu. Həqiqətən desertdə deyil də kruasan yedim. Yeni ilə özəl kolleksiya. Qoxusu möhtəşəmdir. Daimi müştəriləriyəm. Tortlarında keyfiyyətli Belçika şokoladından istifadə olunduğu hiss olunur. Çünki çox dadlı olur şokoladları. Yeni ilə özəl bu desert də çox yüngül idi. Yeni ilə özəl rol kruasanları. Rol kruasandakı sadəcə səsə baxın. Sözlə dəhşət. Karamelli kremi də çox bol idi. Məkanın özünü də sizə göstərim ki, mən buranın rahatlığını çox sevirəm. Yeniliklərdən biri də püstəli belə bir tartdı və Rafaellolu kruasanları dadı həqiqətən də Rafaelloya bənzəyirdi.